Salam, axşamınız xeyir. Bugün fevralın 25-də Müsavat Partiyasının üzvü, eləcə də Milli Şuranın üzvü siyasi məhbus Tofiq Yaqublunun ailəsinə zəng günüdür və bugün Tofiq Yaqubludan ailəsinə zəng gəlməyib. Belə olan təqdirdə vəkili onunla görüşə gedib və qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, atasının zəng etməməyinin səbəbi məhz onun Karsa salınmasıdır. Nigar Həzi qeyd edir ki, bunun əsas səbəblərindən biri də həm də ona görədir ki, atası cəzalandırılır ki, Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu bir neçə gün bundan əvvəl Vaşinqtonda İlham Əliyev orada səfərdə olarkən aksiyada iştirak edib və buna görə də indi atası Tofiq Yaqublu cəzalandırılır. Biz həm Vaşinqtondakı aksiya barədə, həm Tofiq Yaqublunun karsera salınması, cəzalandırılması ehtimalı barədə, eləcə də Rəhim Yaqublunun ABŞ-da həyatı ilə bağlı, çünki xeyli suallar var, yaranır ictimaiyyət tərəfindən. Bu barədə danışırıq. Sualları Rəhim Yaqublunun özünə verəcəyik. Rəhim bəy, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir Aytan xanım. Bütün izləyiciləri də salamlayıram. Rəhim bəy, Vaşinqtondakı aksiyadan başlayaq və demək, oradakı aksiyada iştirak etmişdiniz və sizə, eləcə də bir neçə orada iştirak edən yoldaşa hücum olmuşdu. Niyə bu hücum olmuşdu? Nə baş vermişdi ki, birdən-birə hücuma məruz qalmışdınız? Deməli belə Aytan xanım, fevral ayının 19-u İlham Əliyev Söz Şurası tədbirində idi və mən də o tədbirdən, daha doğrusu ilk öncə getməyini gözləyirdim səhər saat 9-dan. Mən dostlara da xəbər eləmişdim ki, mən aksiya edəcəm, çünki bu mənim təbii haqqımdır, mənim atam şərlənərək həbs olunub. İlham Əliyevi zaten Azərbaycanda etiraz eləmək mümkündür, xaricdə də arada sırada görülür, məcbur o zaman etiraz eləmək lazımdır. Bəs Waldorf Astoria otelinin qarşısına toplaşdıq uşaqlarla və səhər hardasa 9-dan onlar biz oradaydıq. Lakin İlham Əliyev artıq getmişdi, biz gecikdik. O tədbirdə idi və tədbirdə canlı yayında gedirdi. Qaldığı otel bəlli idi, orada Azərbaycan bayrağı və Qazaxıstan, Amerika və digər ölkələrin bayraqları var ki, hansı ki, Azərbaycan prezidenti, yəni prezidentlər həmin oteldə yerləşir. Biz gözlədik və tədbir bitdi. Tədbir düzdür, gec bitdi. Biz 2-3 saat hardasa gözləməli olduq. Hardasa günorta 12-1 arası olardı və o Waldorf Astoriyanın 2 girişi var əsas. Otelin. Bəli, otelin əsas 2 girişi var. Biri şəxsi girişdir. Yəni oradan prezidentlər və yaxud da hansısa məmur, ictimai xadimlər, kimlər ki istifadə edir. Orada bəli qırmızı xalça var. O qapı bağlı olur daimi olaraq. Yəni sıravi insanlar o otelə girə bilmir. Oradan giriş edə bilmir. Və o otelin təsəvvürən qapısı açıldı, mühafizəçilər çıxdı. Həm mühafizəçilər düzdür, bir neçə dəfə çıxıb girmişlər və məni artıq bir neçə dəfə gözlərlə diqqətlə baxırlar, izləyirdilər, artıq vəziyyətdən xəbərdar idilər ki, mən orada aksiya edəcəm. Və bizim plan o idi ki, biz yolun digər hissəsində idi. Otel olan tərəfində yox, digər hissəsində. Orada məsafə yaxındır zaten. Bizim zaten otelin o digər hissəsinə keçməyə imkan, fürsət ola bilməzdi. Çünki orada polis maşınları olur, mühafizəçilər olur. Bu təbii ki, bir hücum kimi səslənəcək, hücum olacaq. Çünki 5 metr, 10 metr məsafə var. Ondan da yaxınlaşmaq hücum kimi qələmə veriliblər. Biz İlham Əliyevin maşını gəldiyini gördükdə biz maşınlardan düşdük və hazırlaşdıq ki, biz şüar səsləndirək. Çünki qabaqcada dediyim kimi qapılar açıldı, mühafizəçi çıxdı və İlham Əliyevi gözləmək üçün ki, qarşılasınlar. Amma İlham Əliyev maşını gəldi, dayanmadı və biz güman edirik ki, böyük ehtimal onlar bizi qabaqcadan görmüşlər və bu girişdən istifadə, yalandan bizi aldadıcı kimi bu girişdən istifadə olunacaq. Amma digər hardakı ictimai girişdir, orada digər müştərilər otelə girir. Hətta mən özüm belə, yəni İlham Əliyev gəlməmişdən öncə mən ora sanitar qovşağından istifadə etmək üçün girmişəm bir neçə dəfə. Yəni giriş-çıxış sərbəst digər tərəfdən. Və İlham Əliyev maşını gəldi, kortej gəldi, dayanmadı və davam elədilər. Biz başa düşdük ki, digər girişə gedirlər. Digər giriş də digər küçədir də artıq, yəni otel çox böyük olduğundan. Və mən video çəkirəm ki, gəlsin mən şüarla səsləndirməyə. Artıq baxıram maşın dayanmır, gedir və telefonu qoyub qaçıram digər girişə.
Yəni o digər çirişə gedənə qədər orada hər hansısa bir, yəni qabağımızı kəsən heç bir şey yox idi. Yəni biri var olur, mühafizəçilər kəsir, orada barikada qurulur ki, yəni bu yeri olmaz keçmək. Elə bir şey yox. Sadəcə də normal insanlar səki üstündə necə hərəkət edirsə, həmin yoldur. Mən qaçmağa başladım və orada bir mühafizəçi, hansı ki bizi aldatmaq istəyirdi bu, o da mənim dalımca qaçmağa başladı. O qaçmağa başladı və, birtəhər məni aldatmaq istədim. O məni tutdu arxamdan, mənim, kurtkamı cırdı. Həmin yerdə kurtkamı cırdı və, mən uşaqlar da gəldi, o artıq biz çox olduğumuzu görüb buraxdı və geriyə qaçmağa başladı və biz də qaçdıq. Və görəndə ki, hə, artıq biz həmin yerə bizim məqsədimiz o, küncdə, bir küncdə dayanıb hansı ki, üzümüz İlham Əliyev olacaq. İlham Əliyevin girişində, İlham Əliyev hardan ki, giriş edəcək və oradan şüarlar səsləndirmək, Tofiq Yaqubiyə azadlıq, siyasi məhbuslara azadlıq, jurnalistlərə, Əli Kərimliyə, ümumilikdə şüarlarımız bundan ibarət idi və bu aksiyanı mən təşkil edəndə uşaqlara dəfələrlə demişəm ki, dostlar, biz burada hər hansısa bir təhqirdən istifadə etməyəcəyik, yəni şüarlarımız bəllidir. Başqa hansısa sərt ritorikada yox, məhz bu siyasi məhbuslara azadlıq, çünki onlara hal-hazırda içəridə təzyiqlər olunur. Məhz bizim şüarlar bunlar olacaq. Deməli biz həmin yerə çatdıq, həmin küncə. Çatan kimi mən artıq başladım şüarlar səsləndirməyə. Mən şüarlar səsləndirməyə başlayan kimi bizim digər dostumuzu artıq bir nəfər yolda tutmaq istəyəndə o əlindən qaçır. Orada bir kadr var. O sanki hamı elə qələmə verir ki, bu içəri girməyə daxil olmaq Çünki istəyir. Elə yazırdılar bir ki, aksiyaçılar təxribat törətmək istəyiblər və otelə girmək istəyiblər. Bəli, bir kadrı çox tirajlayırlar. O kadrda elə bil bizim dostumuz belə əyilib, sanki mühafizəçilərin əlindən qaçıb İlham Əliyevə hücum etmək üçün. Əslində belə bir plan yoxdur. Adam o emosiyaların içində, o həyəcanın içində birinin əlindən qaçır və digərinin əlindən də qaçmaq istəyir. İndi o sağa seçir, sola seçir. Həmin anda verəcəyi bir qərardır. Həmin anda düşür və o indi sağ tərəfə seçir ki, əlindən qaça bilsin. Qaça bilmir, başlayırlar döyürlər. Mən artıq başlamışam aksiyaya. Çatmışam və şüarlar səsləndirirəm. Hansı şüarlar səsləndirildi ilk dəqiqələrdən? İlk dəqiqələrdə, bəli, kadrlarda digər dostlar çəkib, mən çəkə bilməmişəm, həmin anda izah etdim. Dostlar, hə, orada məni ilk tutduqlarını görüb, məni tutmaq istəyəndə, məni vurmağa cəhd eləmək istəyəndə, hansı yolda qaçanda, artıq həmin şəxsə təhqiramiz ifadələr səsləndirməyə başladı dostlar, kimlər ki, çəkirdilər. Mən də dəfələrlə deyirəm, söyüş olmaz, söyüş etməyin, lazım deyil, söyüş olmaz. Mən hər hansı bir təxribata, yəni yol verilməsinin qəti əleyhinə idi. Və belə olduğu halda, Mən üzr birtəhər istəyirəm. buyurun. Şüarlar nə ilə başladı? Hansı şüarlar başladı və nədən sonra onlar hücuma keçdilər? Şüar mən çatan kimi başladım. Siyasi məhbusları azadlıq, Tofiq Yaqubiyə azadlıq, Əli Kərimliyə azadlıq, jurnalistlərə Və bunları azadlıq. eşidəndən sonra hücuma başladılar. Artıq onlarda qulaqçıq olur da, yəni bir-birləri ilə əlaqəli olurlar. Bəli, ora çatdım, mən şüarlar səsləndirməyə başladım. O bir kadrda düşür, mən tam düşmürəm, amma bu görünür də ümumi olaraq uzaqdan görünür ki, nə olur. İlham Əliyevin şəxsən yanından qaçan biri olur. O qaçır, İlham Əliyevin yanından qaçır və çatan kimi birinci digər iştirakçının üstünə cumur. Onu döyürlər artıq 4-5 nəfər. Məni görür ki, mən şüarlar mən durmuşam. Sadəcə səkin üstə durub şüarlar səslənirəm. Yəni hər hansısa bir yeri cəhd eləmirəm. Orada hər cürə variant var idi. Mən qaça da bilərdim, nə üstlərinə şığıya da bilərdim. Heç bir sadəcə durub şüar səslənirəm. Meqafonu da əlimdən buraxmıram. Həmin anda və qaça-qaça gəlib mənə təpik vurur. Düzdür, mən yıxılıram orada, hə, ayağım büdrüyür, yıxılıram və yenə götürüb meqafonu davam edirəm. Mən bilirəm ki, İlham Əliyevin və onun hakimiyyətinin ən çox qorxduğu şey məhz bu şüarlardır. Onlar xoşlamır ki, burada xaricdə də, həmçinin Azərbaycanda da ona azadlıq şüarları olsun, siyasi məhbuslara azadlıq tələb edənlər olsun. Yəni ən çox qorxduğu şüarlardır və nəyə görə onu da deyəcəm bir daha. Bir dəfə vurdular və yenidən qalxıram mən meqafonla, artıq bizim bir dostumuz da həmin anda da döydülər. Mən yıxılan momentdə döydülər və o da qalxdı. Artıq dayanmışıq. Polis də var ki, dayanın orada harası. Biz heç biri cəhd eləmirik. Yenə dayanırıq. Yenə başlayıram mən şüarlar səsləndirməyə. Çünki qabaqcadan məlum məsələdir. Zaten İlham Əliyevin maşının dayanması və otelə daxil olması bir neçə saniyə və yaxud da bir neçə dəqiqə ola bilər. Mənim də məqsədim məhz o şüarları İlham Əliyevin şəxsən özünün eşitməsi idi.
Hə, və dayanırıq orada. Yenə başlayıram şüarlar səsləndirməyə, şüarlarını səsləndirməyə və digər mühafizəçi gəlir, hansı ki, ilk öncə mənim kurtkamı cırmışdı. Həmin şəxs yenə gəlir, mənə boks oynayır, mənə yumruq atır. Məni yenə vurur orada və mən yenə fikir vermirəm. Yenə təzədən başlayıram şüarlar səsləndirməyə. Çünki mənim məqsədim onlarla hər hansı bir davaya çıxmaq deyil və yaxud da təxribat törətmək deyil, İlham Əliyevə fiziki olaraq zərbə vurmaq deyil. Qətiyyən bu deyil, yalnız şüarlar səsləndirmək. Hə, ondan sonra o şey olandan sonra bir də belə bir vəziyyət yaranır ki, onlar ayılır ki, artıq İlham Əliyevi tək buraxıblar, başları bura qarışıblar və təzədən yenidən geri qaçırlar və biz yenə dayanırıq həminki yerdə. Biz bir neçə dəqiqə çək İlham Əliyev daha doğrusu oteli tərk edib gedənə kimi biz həmin yerdə dayanıb aksiyamızı keçirtmişik. Yəni hər hansı bir təxribat olsa, ilk öncə Amerika polisi bizə hücum edər və atəş açar və yaxud da həbs edər yüngül ehtimalla. Və yaxud da bunu düşünən hər kəs sıravi burada işçidir. Yəni hamısı əziyyətlə pul qazanıb öz ailəsinə yemək aparan insanlardır. Yəni o insanlar həyatlarını heç nədən burada meqafonla, telefonla gedib hücum edib öz həyatlarını həbsə atmaz və yaxud da özlərini öldürtməz belə bir məsələdə. Yəni çox gülüncdür. Və o Bu qədər. Buyurun. söyüşlər səslənəndən sonra da bir daha hücum oldu, yoxsa artıq məsələ bir qədər sakitləşmişdi? Yəni söyüşlər artıq onların belə hücumu deyil. Məni yolda tutub dartmağı. O kadar böyük ehtimal yoxdur içimdə. Çünki biz qaçan andayıq. Çünki hələ İlham Əliyevi tutmamışıq da. Yəni görməmişik ki, İlham Əliyevə biz şüarımızı səsləndiririk. Yəni İlham Əliyevin olan girişə yaxınlaşanda biz telefonları çıxardıb video falan çəkməyi planlaşdırırıq. Amma bu yarı yolda artıq məni tutmaq cəhd elədi. Orada yəni tam boşluqdur. Yəni orada heç bir biz barikada qurulmayıb da. Yəni biz oranı yardıq və bunlar da haqlı olaraq hücum elədilər bizə. Mən bunu anlayardım da. Yəni bu faktiki görsəsiniz biz yarırıq, keçirik, birini vururuq. Elə bəli, hücum da olmalıdır, döyməlidirlər, öldürməlidirlər də hətta. Amma heç bir şey biz qaçırıq və orada harda ki deyək, hə, orada canlı sədd qururlar o mühafizəçilər. Biz onun qarşısında dayanıb sadəcə şüarlar səslənir. Orada olmasına baxmayaraq, düzdür, yolda iştirakçılar başladı söyüş söyməyə. Həmin mühafizəçi məni kurtkamı cırandan sonra onlar başladı söyüş söyməyə, əsəbləşdilər onun hərəkətinə və onlar bir daha orada hücum elə. Hər hücum eləyəndə uşaqlar emosional olaraq söyürdülər. Neçə dəfə ard-arda hücum oldu? Bəli. Neçə dəfə ard-arda hücum oldu təxminən? Yəni hücum məsəl üçün bir yolda mən qaçanda mənim tutub saxlamaq istəyəndə düzdür, mən onun əlinə qaçdım və sonra bir dostumuzu çox pis döydülər. Yəni bir neçə hücum edirdi. Bizim dostlardan da aralayan olurdu. Hətta onlardan da var idi. Onların mühafizələrinə, yəni onlarda adam dəhşət çox idi. Yəni 20-30 nəfər olardı. Yəni digər maşınlar, orada bütün ətrafda olan maşınlarda demək olar ki, İlham Əliyevin adamları var idi. Yəni onlar da bəziləri aramağa çalışırdı və onlardan 2-3 nəfər belə daha aqressiv olan var idi. Təpi ilə bir neçə dəfə vurublar da məni. Mənə ən azı 2 dəfə, bir dəfə təpi ilə vurdular, döydülər. Yəni bir dəfə də yumruqla vurdular. Digər dostumuzu daha pis döydülər. Hə, məndən də çox yerə yıxılmışdı və bütün zərbələr hara gəldi, dəydi deyə daha çox zərər aldı. Bəs Hər söyüş, yəni onların hər hücumundan sonra başlayır söyüş. Yəni bizim məqsədimiz gedib onlar sivil durub biz başlayıb söyüş söyməklə başlamayıb. Onlar yolda artıq dostlar onu görəndə ki, o məni tutub, hamı çıxardıb telefonu çəkməyə. Yəni qabaqcadan çəkilmirdi telefon. İndi orada təhlükəsizlik kameraları olar yəqin ki, otelin qarşısında. O görünər ki, o məni ilk dəfə tutmağa cəhd edir və dostlar ondan sonra başlayır təhqiri söyləməyə. Mən də amma yenə döyməyimə baxmayaraq, hər bir şeyə baxmayaraq aksiyanın sonuna qədər mən təhqir olmaz demişəm və özüm də təhqirdən istifadə etməmişəm. Heç bir şiddətə də yol verməmişəm. Ə, bu hadisə polisə şikayət olundumu? Araşdırmanın nəticəsi nə vaxt bilinəcək? Bəli, hal-hazırda biz həmin anda bəli, orada polisə şikayət etdik və digər polislər gəldi. Burada detektiv servis deyirlər və onlar gəldilər və bizdən həm bizdən iştirakçılardan, həm də orada kim ki mühafizəçi polis var idi, həmin şəxsin ifadəsini aldılar. Bütün hadisəni gördülər və biz onlara videoları göstərdik, göndərdik. Və onlar bizə bir bu ümumi prosesin nömrəsini verirlər ki, şikayət bu nömrədədir və hal-hazırda da ümumi proses prokurorluqda araşdırmadadır. Yəni hələ ki dəqiq bir qərar yoxdur və kimisə ittiham etmirlər. Hələ ki araşdırma gedir, xüsusi bir xəbər yoxdur. Amma biz bununla bağlı bütün hüquqi prosedurları istifadə edirik.
Rəhim, sizin də təşkil etdiyiniz, iştirak etdiyiniz və İlham Əliyevin də fiziki olaraq orada olduğu ilk aksiya deyil ki, ona qarşı bu cür şüarlar səsləndirilsin. Avropada da olub, ABŞ-da da müxtəlif vaxtlarda olub, amma heç vaxt belə hücumlar olmayıb. Bəli. Sizcə bu dəfə hücum olunmağının səbəbi nə idi? Bəli, tam razıyam sizinlə. Bu daha əvvəldən başlayan bir əsəbdir və bu da Vaşinqtonda partladı deyək. Bu əsəb partladı. İlham Əliyev ilk öncə Almaniyada, Münhendə Emin Hüseynova verdiyi suallara cavab olaraq deyir, azad mətbuat yoxdur və onun yoldaşı birinci xanım vitse-prezident Mehriban Əliyevanın aqressiv cavabı. Və bu cavabın fonunda hakimiyyətin, yəni bu ailə hakimiyyətinin nə qədər qərəzli, əsəbi olduğunun göstəricisidir. Yəni ona etiraz edən insanlara heç bir dözümü yoxdular. Yəni Azərbaycanda olsa döyər, öldürər, işgəncə verər, həbsə atar. Yəni bu şeylərlə kifayətlənir, amma xaricdə olduğuna görə hər hansısa bir vasitələrdən istifadə edə bilmir. Təbii ki, Azərbaycanda bəzi gündəm olaylara görə İlham Əliyevin ailəsində dolayı yoldan belə əsəblər var. Və o da Amerikada o görüşdə qorxurdu ki, hər hansısa bir həqiqətən də bəlkə ona sui-qəsd cəhdi və yaxud da onu orada daha da aşağılayıcı belə bir şeydən və əminəm ki, bu bizə olunan hücum əmri birbaşa olaraq İlham Əliyevdən verilib. Əks halda hər hansısa bir mühafizəçisinin, cancülərin ixtiyarı yoxdur ki, Amerikanın paytaxtı Vaşinqtonda, yəni belə bir özbaşınalığı rahatlıqla bütün medianın qarşısında edə bilsin. Yəni videolar çəkilir, media gedəcək zaten. Yəni bunu etməyə cürətləri çatmazdı. Yəni hesab edirsiniz ki, əvvəlcədən İlham Əliyev demişdi ki, belə bir şey olarsa, aksiyaçılar varsa hücum eləyin. Onu tam olaraq deyə bilmərəm təbii ki, mən yanlarında deyiləm. Amma təbii mən o əsəbin fonunu deyirəm, əsəblərin bu xronoloji ardıcıllığını deyirəm ki, onlar ilk öncə Almaniyada özü və həyat yoldaşın belə əsəbi ritorikası, dünyada azad mətbuat yoxdur kəlməsini rahatlıqla bir siyasi səhv buraxaraq deyir və bu ailənin nə qədər qəzəbli olduğunu göstəricisidir. Və burada da o şüarları eşitmək istəmir və yaxud da bəlkə də düşünüb ki, ona hansısa sui-qəsd olacaq, amma ən azından məni görüblərsə, mənim elə bir addım atmayacağımı bilirdilər. Yəni İlham Əliyev bir daha onu göstərdi ki, Azərbaycandan xaricdə belə biz bu diktatorluğu edə bilirik. Dünyanın ən demokratik, aparıcı ölkələrindən olan Amerikanın paytaxtında belə biz söz azadlığını istəmirik, biz sərbəst toplaşma azadlığımız yoxdur. Necə fikirləşirsiniz? Sizcə bu hadisədən sonra Tofiq Yaqublu mu cəzalandırılır? Məhz onun oğlu aksiyada iştirak etdiyi üçünmü? Bəli, bu məsələ İlham Əliyevi çox qəzəbləndirdi. Çünki beynəlxalq mətbuat bu haqda ətraflı yazdı və hər kəs yeganə Azərbaycan mətbuatından əlavə digər bütün mətbuatlar hər kəs bizim döydüyümüzü, bəli, prezident mühafizəçisinin bizə hücum etdiyini yazdı. Doğru olan da buydu. Zaten videolarda biz onlara hücum etmirik. Amma Azərbaycan hakimiyyəti, Azərbaycan mediası artıq ilk günlərdə harasa bağlamağa çalışırlar. Gah anti-ünsürlər, erməniyə işləyənlər, erməni dərmanı tökənlər və dünəndən və yaxud da 2 gün öncədən artıq başladılar bizi də çevirdə təzədən Rus agenti edədilər. Yəni bu şeylərlə əlləşirlər, bizi harasa bağlamağa çalışırlar. Yəni siyasi məhbuslara azadlıq sözündən insanı hansı agenti bağlamaq? Yəni insan etiraz eləməlidir də. Yəni İlham Əliyev göstərir ki, mən ölkədə hansı qanunu qoyuram, nə deyirəmsə o da olmalıdır. Onun əksini söyləyən deməli hansı agentidir. Yəni bu qədər bir absurd, gülünc ittihamlarla bizi ittiham edirlər ki, biz hər hansı agentiyik, amma sıravi Azərbaycan vətəndaşıyıq. Hətta mənim atam da Qarabağ qazisidir. Yəni bunu gah özləri gündəmə gətirirlər ki, onlar döyüşməyiblər, heç Azərbaycanın qədrini bilmirlər. Amma halbuki biz döyüşdə olmuşuq, onların heç biri həmin məsələləri qabardan insanların heç biri döyüşdə olmayıb. Yəni bu da bir absurd bir ittihamlardır. Yəni Azərbaycanda insanların şərlənməsi, Tofiq Yaqubun şərlənməsi nə qədər absurdsa, bizə olunan ittihamlar da Azərbaycan mediası da o qədər absurddur.
Elə mən də o haqda sual verəcəkdim. Hətta bir neçə saat bundan əvvəl də gördüm. A-News-da da yeni bir xəbər çıxıb. Aksiyada iştirak edənlərin fotoları qoyulub və onların Rusiyaya nə zamansa səfəri də qeyd olunub. Yerli hökumət yönlü mətbuatda da çıxmışdı ki, məhz bu təxribatda Kremlin izi var və s. Niyə hər vəclə belə bir hal olanda Rusiyaya bağlayırlar? Sizcə məqsəd nədir? Məqsəd görünən odur ki, Azərbaycanla Rusiya arasında bir gərginlik var. O da böyük ehtimal Azal təyyarəsinin vurulması anından sonra baş verib və yaxud da həmin andan qabaq hansısa bir gərginlik vardı. O gərginlik bu təyyarənin faciəsinə çevrildi və onun fonunda hansısa bir gərginlik var Azərbaycanla Rusiya arasında. Hətta yəni İlham Əliyev öz yaxın, özündən sonra ikinci adam kimidir. Ramiz Mehdiyevi belə bu məsələlərə görə vurur və onun vasitəsilə bəli, müxalifətçiləri azad söz deyən hər bir şəxsi şərləməyə hazırdır. Yəni İlham Əliyev Rusiyanı belə, Rusiyanın agent dostunu belə Rusiyanın agenti çıxartmağa hazırdır. Tək ki ona qarşı hər hansısa bir tənqidi fikirlər olmasın, müxalifət olmasın, bu yöndə aparır. Və biz də həmçinin deyirəm, bunlar ilk öncə bizi erməni dəyirmanına su tökmək, təxribatçılar, erməni lobbisi belə-belə şeylərlər. Sonra yəqin ayılıblar ki, biz Ermənistanla sülh müqaviləsi bağlayırıq, sülhlə doğru addımlar atırıq. Bunları da ermənilərdə ittiham edirik. Absurd olur. Təzədən çevrilər Rusiya agenti elədilər. Hamı sıravi insan, Azərbaycan vətəndaşları və yeri gəlmişkən o insanların Azərbaycanda olan ailələrində də artıq şiddətlər, təzyiqlər başlayıb və narahatçılıqlar başlayıb. Bəli, çox qorxan insanlar da var ki, yəni çünki heç kimin bir planında yox idi ki, biz gedək orada hər hansısa bir dava olsun və yaxud da belə bir şey. Çünki həm onlar başladılar davanı. Yəni heç kimin ağlına gəlməzdi ki, məsələlər bu yerə kimi gəlsin. Yəni İlham Əliyevin ölkə xaricində belə bir qəddarlığa, belə bir vəhşiliyə yol verməyini. Rəhim, mətbuatda doğrudan da çıxdı ki, oradakı bəzi yoldaşların ailələrinə təzyiqlər var. Nə kimi təzyiqlər olub? Kimin məsələn ailəsinə? Belə deyim, hər hansısa bir ad vermək istəmirəm, həmin şəxsin öz xahişidir. O da elə qorxunun bir təzyiqin bir növüdür. Həmin şəxs adının çəkilməsini istəmir və ailəsinə təzyiqlər, məlumatlar alırlar və yəni polisdən zəng edirlər və yaxud da DTX-dan zəng edirlər. Kimdir, nəçidir, nəyə görə belə bir işlərə qarışıb, niyə gedib bizə qarşı dövlətə xəyanət və yaxud da hansısa dövlət işində işləyən uzaq qohum olsun, bir əlaqəsi olan bir şəxs olsun, onu belə ondan belə maraqlanırlar və onu təhdid edirlər ki, yəni bu məsələ bitməsə, yəni nəsə olsa və biz səni çıxartmaq, işdən çıxarda bilərik, hər hansısa təzyiqlər. Ümumi bir təzyiq var, yəni bu hiss olunandır və bu Azərbaycanda heç kimə şübhə doğurmur ki, İlham Əliyevə qarşı çıxanın özündən tutmuş bütün ailəsi, qohum-əqrəbası, hər kəs təhlükədə olub. Bu məlum məsələdir və bu da baş verir. Bu gün də məhz biz məlumat alırıq ki, mənim atamdan da başlayıblar artıq bu aksiyanın qisasını almağa. Tofiq oğlu 3 gün öncədən birinci gün Tofiq Yaqublu karserə salınıb və Tofiq Yaqublu həm bu karserə salınma haqsızlığa görə güya ki, Tofiq Yaqublu otağa axtarış deyiblər ki, otaqda axtarış olacaq. Amma Tofiq Yaqublu güya bununla razılaşmayıb, onların əmrini icra eləməyib. Halbuki bu absurddur. Tofiq Yaqublu belə bir şey edəsi deyil. Həm də hər zaman qanunlara tabe şəxsdir. Həm buna görə, həm də beynəlxalq ictimaiyyətin, Amerikanın bu İlham Əliyevin diktatorluğunun belə vəhşi dərəcəsinə aparmasına, göz yummasına bir haqsızlıq olaraq azlıq aksiyasına başlayıb. Artıq 3 gündür Tofiq Yaqublu azlıq aksiyasına başlayıb. Aydındır. Rəhim, siz bayaq müsahibənin əvvəlində də qeyd elədiniz ki, əvvəlcədən razılaşdırmışdınız ki, aksiya başlayarkən heç bir təhqirə yol verilməsin, söyüş söyülməsin və s. İndi son dönəmdə bu ilə bağlı iki tirəlik yaranıb, müxtəlif fikirlər haçalanıb. Bir qism deyir ki, elə məhz qarşı tərəfin üstünə məsələ söyüşlə getmək lazımdır. Digər bir qism bunu qəbul etmir. Mən istərdim siz də öz fikirlərinizi bildirəsiniz. Başa düşdüm sizi. Bəli, Azərbaycanda bu məsələ artıq gündəm halına çevrilib. Mən ümumiyyətlə, məsəl üçün,
belə bir misal çəkim. Mən atam Tofiq Yaqublu bu rejimdən çox işgəncələr görüb də. Tofiq Yaqublu 93-cü ildən Heydər Əliyev hakimiyyətə gələndən Tofiq Yaqublu bu mübarizədədir və hal-hazırda da həbsdədir, azad aksiyası edir. Mən məsəl üçün atam bu qədər işgəncələr görürdü, daha gənc yaşlarında, daha uşaq olanda. Mən atama deyirdim ki, məsəl üçün, ata, bunlar səni belə elədi, biz hakimiyyətə gəlsək, məhz bunları belə, bunlar da həmin işgəncələri görsünlər, səni belə eləyiblər falan. Mənim atam onda belə deyirdi ki, qətiyyən ola bilməz də. Deyir, yalnız və yalnız milli xalq hökuməti qurulacaq və onlar da hakim qarşısına çıxarılacaq və elə cavab verəcəklər. Qətiyyən işgəncə biz onlar kimi davranmayacağıq, heç vaxt ola bilməz. Bəli, bu kimlərsə indi sözlərini söyüşlə ifadə edir, əsəbi davrana bilir. Bəli, mən ailədə də elə görmüşəm. Hə, söyüş olmaz, ictimai yerlərdə söyüş olmaz. Yəni özündən böyüklərin yanında bu şeylərdə ola bilər ki, iki şəxs arasında nə dalaşanda hə söyüşdən istifadə ediblər və yaxud da özləri tək olanda, amma bu bəli, mən özüm də xoşlamıram və bu üsulu normal qəbul eləmirəm. Yəni eləyənlər özləri bilər, onlara xüsusi bir mənim fikrim yoxdur ki, hə, siz belə, siz elə, siz söyüşdən istifadə edirsiniz. Yox, o şəxsi fikridir. Yəni mən istifadə eləmirəm. Mən ailədə belə görmüşəm, atam, anam. Yəni ki, söyüş ictimai yerlərdə olmaz. Söyüşdən istifadə etmək olmaz. Tənqid etmək olar, yəni təhqir olmaz. Və bu üsulu da bəyənirəm. Çünki İlham Əliyev təhqir də təbii ki, qızıqlandırır, amma ona sərt tənqidlər daha betər söyüşlərə bərabərdir. Yəni tənqidlər olsa və hamı bunu görsə, duysa, o daha yaxşıdır, nəinki təhqirlər. Aydındır. Rəhim, bir də məhz bu aksiyadan sonra çox sual verilir ki, Rəhim Yaqublu ABŞ-a necə gedib, orada necə dolanır, dolanışığını necə təmin eləyir? İstəyərdim bu haqda biraz məlumat verəsən. Buyur. Bəli, bu biraz əslində mən bu haqda məlumat verməyimə ehtiyac yoxdur. Çünki mən nəyə görə məlumat verməliyəm? Yəni mən hansı icra başçısıyam, yoxsa deputatam, mənim xalqın qarşısında belə bir öhdəliyim var. Amma təbii ki, sual verdiniz, mən cavab verim. Bura Amerikada yüz minlərlə azərbaycanlı yaşayır da. Yəni bunlar hal-hazırda bütün məsələn kim Amerikaya gəlmək istəyir, məsəl üçün beyninə fikirləşir ki, Amerika necə gedim, başlayır araşdırır da təbii ki. Araşdıranda bilir ki, yol nədir, prosedur nədir, yəni qeyri-qanuni yollar nədir və orada nə qədər pullar tələb olunur və hansı təhlükələr var. Bəli, mən Meksika yolundan gəlmişəm. Yəni mən gəlib Amerikada bir ay həbs yatmışam da. Yəni mənə xüsusi təyyarəyə minib, gəlib burada düşüb məni qarşılayıblar. Elə bir məsələ deyil. Mən Meksikaya getmişəm, orada da hansısa çətinliklərlə üzləşmişik. Yəni Meksikada olanlar bilir oranın necə təhlükəli olduğunu. Oradan bir vasitə ilə, çünki artıq mənim həyatıma təhlükə var idi Azərbaycanda və mən çox qala bilmirdim. Düzdür, Amerika səfiri ilə danışmışdı, amma onlar çox gec bu prosedur gec baş verəcəyini mənə demişlər və mən də məcbur Meksika yolunu üstün tutdum və dost tanışdan, qohum-əqrabadan borc xərc aldıq 5-10 min arası bir məbləğlə. Bu yola gəldi və Meksikadan keçdim. Orada indi adamı həbs edilər, qanunsuz təbii ki, keçirsən ölkə sərhədini. Həbs etdilər, mən təxminən bir ay mən Amerikanın daxilində həbsdə qaldım. Ondan sonra azadlığa çıxdım və sıravi bura ilk Azərbaycanlı gəlir, nədən başlayır, necə başlayır? Eyni ilə başlamışam, nə bilim, velosipeddən başlamışam işləməyə, nə bilim, sonra skuter almışam, onunla işləməyə başlamışam. Nə bilim, indi sonra maşın alındı, kreditə maşın götürüb maşınla başlayıram işləməyə. Yəni elementar bir iş, hər hansısa bir mənim yüksək məbləğim falan qazancım yoxdur mənim ki, mən gəlim həmən mən lüks həyata başlayım, hər hansısa bir ofis açım, belə bir həyatım yoxdur və məni tanıyanlar da bilir. Onlar deyirlər, amma fakt yoxdur. Yəni bir məsəl üçün bir dəfə hətta belə bir məsələ olmuşdu. Biz dostlarla bir məclisə, tədbirə gedirdik, yeni daha doğrusu keçirtməyə gedirdik. Bir dostumuz da kreditə maşını var idi, bahalı maşını idi. Mən də onun qarşısında Natiq Ədilovla şəkil çəkdirmişdim. O şəkili, orada nömrəsi, maşın nömrəsi AZ 001 idi. Mən götürüb onu
paylaşmışdım öz şəklimizi və bu hökumət yönlü kanalları ilə Telegram kanalına götürüb o şəkli paylaşıb və başlayıb maşın mənim adımadır guya Rəhimin maşınıdır və maşının qiyməti bu Amerikada neçədir, Azərbaycanda neçədir və nömrənin üstündə yazılan sözü belə mənalara yozublar, nə bilim bu nə demək istəyir, bizə Azərbaycana nə demək istəyir. Belə bir absurd şeylər yazıblar. Heç bir əlaqə yoxdur. Yəni bu qədər absurd bir məsələ də, nə halbuki maşın da mənim deyildi. Olsa mənim təbii ki, çox sevinərdim ki, mənim belə bir maşınım var. Yəni bu qədər absurddur. Yəni mən ətrafımdan bilir, hansı bir fakt qoysunlar ki, mən kimdənsə pul almışam, lüks həyat yaşayıram onun sayəsində. Təbii ki, burada Amerikada hər kəs burada Amerikanı bilənlər bilir ki, insanlar öz zəhməti ilə hansısa yerlərə gəlib çatırlar, hansısa bir nailiyyətlər əldə edirlər, qazanırlar, daha çox qazanırlar. Sağlıqlarına qismət təbii ki. Yəni bu wow bir şey deyil, dəhşətli bir şey deyil. Bacarıqlı olan hər kəs burada daha yaxşı həyatı yaşaya bilər, daha yüksək gəlir əldə edə bilər. Aydındır. Rəhim, Buyurun. çox sağ olun. Təşəkkür edirəm. Maraqlı müsahibə üçün. Təşəkkür Aytən xanım, izləyicilərə təşəkkür edirəm, var olun. Sağ olun. Hər vaxtınız xeyir olsun Hələlik. belə. Sağ olun.